Salam, hər vaxtınız xeyir. Hörmətli cənab prezident İlham Əliyev cənabları, vitse-prezident Mehriban xanım Əliyeva, hörmətli baş prokuror Kamran Əliyev, hörmətli Daxili İşlər naziri Vilayət Eyvəzov cənabları, hörmətli Milli Təhlükəsizlik naziri Əli Nağıyev cənabları, hörmətli Xəzər TV-nin prezidenti Murad Dadaşov cənabları, hörmətli Lalə xanım, Xəzər TV-də təsir dairəsinin rəhbəri Lalə xanım. Mən sizlərə müraciət edirəm. Mən Əliyev İlqar İsmailoğlu əslən Qərbi Azərbaycanlıyam. 1988-ci ildə Qərbi Azərbaycandan məlum hadisələrlə əlaqədar sürgün olunmuşam. 89-cu ildən də Göygöl rayonunun Küçük kəndində yaşamışam. Mən Əliyev İlqarla balalarımın adıma ölüm şəhadətnaməsi çıxardıblar ki, biz ölmüşük. Həm də bizim adımıza ruhi psixi xəstə sənədləri çıxardıblar ki, biz həm ölmüşük, həm də ruhi psixi xəstəyik. Niyə, nə səbəbə görə? Kimlər eləyib bunu? Bu Fatma var mı? Bu manyak, maşenlik, dələduz, oğru, quldur Fatma. Bu özünü deyir, bu Fatma deyir ki, mən baş nazirin müavinəm, prezidentin də müşaviriyəm, qeyri-hökumət təşkilatının da sədriyəm. Bu Fatma, bu Aslanov İhsan Müzəffəroğlu, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, bu beyqəriyyət, beynamız, bu isə, bu Aslanov isə, bu Fatma, bu Aslanov Paris, Göygöl rayon Küçük kəndinin bələdiyyəsinin sədr işləyib. Bu, həmin Paris, beynamız, beyqəriyyət Paris. Bu, Hənifə, hal-hazırda Göygöl bizim kəndin kəndicilər nümayəndəsinin mavinidir. Bu Hənifə. Bunlar da bir yerdə hamısının şəkilidir. Bir yerdə. Bu Mehdiyev Mehdi, kəndicilər nümayəndəsinin muavini. Bu şərəfsiz namuslarını, ana bacılarının, qız gəlinlərinin zadını, alt paltarını reklam edənlər. Bu, hal-hazırda kənd icra nümayəndəsi işləyən Etibar Məmmədov, kəndin icra nümayəndəsi bunlar. Bunlar hamısı əlbəvəs bu Nurəddin, Fərzəliyev Nurəddin, Peysərlər, Beyqiriyyatlar və s. və ilaxır onlarla başqaları Bakı şəhərində yaşayan Xəzər Dəniz Gəmiçilik İdarəsinin vəzifəli məmuru Tofiq və s. və ilaxır başqaları əlbir olurlar. Mənim balalarımın adına qeyd etdiyim kimi ölüm kağızı çıxardıblar. Və mənim Bakı şəhəri, Nərimanov rayonu, İsmail Hidayətzadə küçəsi, ev 49-a mənzil 15-dəki mənzilimi ələ keçirdiblər. Mənim Göygöl rayonunun qeyd etmişəm, edirəm də. Küçük kəndindəki evimi həmin beyqiriyyət, beynamız, namuslarını hərrəcə qoyanlar, Fatmalar, İssələr, o birisilər, o bəyək göstərdiyim şəkillərini hamısı əlbir olub, mənim bu Göygöl rayonu küçük kəndindəki evimi bu hala salıblar. Mən bu məsələlərlə əlaqədar dəfələrlə Xəzər Dəniz Gəmiçiliyi, Bakı şəhəri, Xəzər televiziyasının rəhbərliyinə, Lalə xanımın verilişinə getmişəm. Orada məni o qapıdan buraxmırlar. Onu Lalə xanım, sizin əməkdaşınız sizə yalan məlumatlar verirlər. Hörmətli Murad Dadaşov, Xəzər TV-nin rəhbəriyi, sizin Lalə Azərtəcün verilişindəki əməkdaşları rüşvət alıblar. Bu incə göstərdiklərimdən, bu Fatmaya görə, bu Fatmaya, qeyd etdiyim Fatmaya görə əlbir olublar Fatmanın sözündən. Fatma həmin adamlardan 80 min, 100 min, 150 min euro rüşvət alıb. Mən göstərmişəm, yenə də göstərirəm. Mən Əliyev İlqar niyə bu hallıyım? Mənim evlərim niyə bu hallıdır? Nə səbəbə görə mənim balalarımın evi bu hala düşüb? Ay Xəzər TV-də indi bana axıllı əlif yazı yazanlar, mən baxmıram, baxa bilmərəm. Əgər pul versəm nətəri? Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, hörmətli baş prokuror, hörmətli Daxili İşlər Nazirliyi. Bəli, bu adamlar, bu göstərdiyim adamlar Ramiz Mehdiyevin layiqli davamçılarıdır. Fatma da başda olmaqla.
Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun layiqli davamçılarıdır. Bəli, onlardan pul alıblar. Pul alıblar, Fatma onlara pul verib, hamısına. Bak bu Fatma, bu Fatma, bak bu Fatma, bu Fatma bunlar. Bunlar özünü rəhbər kimi təsdiq edənlər, bayaq şəkillərini də göstərdim. Şəkillərinə də tüpürsün özlərinə də. Bəli, bu beygirətlər, bu Fatma, bu manyak maşenlik Fatma. Fatma sen Bakının küçələrində, zibilxanalarında, zibilhilərində salağanta sahibsizliklər var. Sen hemen Fatmasan. Sen hemen Fatmasan. Mən də qaşqınam. Mənim balalarım da qaşqındır. Mən də Azərbaycanlıyam. Mən də qərb Azərbaycanlıyam. Necə olur ki, mən 1989-cu ildən bu kətdə qeydiyyatdayım. Mənə Ulu Öndər Heydər Əliyevin ruhu şad olsun. Mənim balalarıma 5 hektar 50 sot torpaq verib. Çöl torpağı. Adama ev var. Hansı ikinci görkəzdim bu evim. Mənim bu evim. Bax bu evim. Bu evimi. Bu evimlə mən də demişəm də. Eşit alayla Azərtacım mənə əməkdaşları yazanlar, məni təhqir eləyənlər, mənə nalayıq sözlərlə təhqir eləyənlər. Mən bu evdən qeyd etmişəm, cənab prezident. Bir ədəd qızıl samavar tapmışam. 2 ədəd qızıl kəmər tapmışam. 1 ədəd qızıl çini tapmışam. 1 ədəd də qızıl jaronluq tapmışam. Həmin qızılları mənim əlimdən alıblar. Məni döyüdüblər, o şəkillərinə tüpürdüyüm beygiriyat, ana bacılarının, qız gəlinlərinin, arvadlarının tumanlı torsikini, liftini reklam eləyən beygiriyat, beynamızlar. Bəli, məni 15 sutka, 20 sutka, 1 ay, 2 ay, 3 ay, 4 ay həbs elətdiriblər. Ay manyak maşenlik Fatma. Ay dəla duz manyak Fatma. Sən deyirsən ki, mənlə mənim balalarım ruhu xəstədir. Sən deyirsən ki, mənlə mənim balalarımın ölüm kağızı var. Harada gizlənibsən Fatma? Çıx ortaya. Kimin turşikinin tumanının altında gizlənibsən? Kimin qıçasının, pasasının, xayasının altında gizlənibsən? Fatma, çıx ortaya sübut elə. Hörmətli cənab prezident, hörmətli məni dinləyənlər, Lalə Azərtac, sizə müraciət edirəm. Murad Dadaşov, sizə müraciət edirəm. Və Lalə Azərtacın mənə əməkdaşları, yalan məlumatlar verənlər, yazanlar, məni təhqir eləyənlər. Mən də döyüşmüşəm, mənim balalarım da döyüşüb. Ruhu şad olsun cəmi şəhidlərin. Bu kişilərlə mən döyüşmüşəm. Göygöl rayonunun hal-hazırki Kuşçu kəndini, Qarabulaq kəndini, Çaygət kəndini, Azad kəndini, Kamo kəndini, Əblək kəndini, Görənboyun Erkəş kəndini, Mənəş kəndini, Buzluq kəndini, Gülüstanın azad olunmasında bu kişilərlə mən də döyüşmüşəm, azdan çoxdan əməyim olub. Mən də döyüş bölgəsində olmuşam. Mənə məktub yazan, mən sizə müraciət edirəm, Layla xanım, sizə müraciət edirəm, Murad Dadaşov. Lakin sizin əməkdaşlar, Layla xanım, sizin əməkdaşlar sizi aldadır, sizi hörmətdən salır, məndən rüşvət istəyirlər. Mənə deyirlər ki, gətir 10 bin, 20 bin manat ver, səni icazə verirsən, çıx, fikrini çatdır. Hardan alım mən? Mən evsiz qalmışam, mən çölsüz qalmışam, mən evim yox, eşiyim yox. Qeyd etdiyim ki, Bakıdakı evim əlimdən alıblar, kətdəki evim əlimdən alıblar, heç yerdə də qeydiyyatım yoxdur. Heç mən taranım vətəndaşıyım. Mən nə millətiyəm? Gürcüyəm, Rusam, Erməniyəm. Necə olur ki, Bakıda 50 min, 60 min prezident də təsdiqləyir ki, Erməni ailəsi yaşayır. Amma mənlə mənim balalarıma yaşamaq hüququ verilmir. Niyə? Bu banduruşanın sözündən, bu beygiriyatların, beynamusların göstərişindən. Bunlar özlərinin namusunu satan beygiriyatlardır pula görə. Bu Fatma qeyd etdiyim kimi, mənim evdən tapdığım qızıllardan bəli satıb aparıblar. Evimi də qeyd etdiyim kimi bu hala salıblar. Baba mənim evimi. Bu qızılları buradan çıxardıb aparıb gediblər. Bu Fatma'ya da veriblər. İndi Fatma bunların əvəzindən dərdən qabıqdan çıxıb. Fatma sən ilan kimi sölündəkli qalacaq və mən eləyəcəm. Və sənə qan qusturacağım Fatma, darıxma. Mən buradan müraciət edirəm. Hər yana, bax bunu hörmətli dinləyicilər, mən YouTube'da da, Facebook'da da, bütün sosial şəbəkələrdə paylaşmışam, paylaşacağım da. Cənab prezident, təkrar sizə müraciət edirəm. Layla xanım sizə müraciət edirəm. Mehriban xanım sizə müraciət edirəm. Murad Dadaşov sizə müraciət edirəm. Xahiş edirəm, ölçü götürün, bana kömək olun. Diqqətinizə görə çox sağ olun, Allah razı olsun.